Parfiya dövləti Roma-Parfiya mübarizəsində Atropatena ikincinin yanında yer almışdı. Çünki Parfiyalılar mədəni cəhətdən onlara çox yaxın idilər. Atropatena da Parfiyalılara öz adamları kimi baxırdılar. İşğal etdikləri ərazilərdə Romalıların əhali ilə sərt rəftarı şərq xalqlarını qorxuya salmışdı. Buna görə də Atropatena ilə Parfiya dövlətləri arasında Romaya qarşı ittifaq yarandı. Müttəfiqlərin ən böyük uğuru eradan əvvəl 53-cü ilə aiddir. Həmin ildə indiki Türkiyə ərazisində baş verən Karra döyüşündə Roma ordusu ağır məğlubiyyətə uğradıldı. Hərb meydanında çoxsaylı Roma döyüşçüsü, o cümlədən məşhur sərkərdə Mark Kras həlak oldu. Xeyli döyüşçü əsir düşdü. Bu döyüşdə Atropatena süvariləri Parfiyalılarla birgə döyüşmüşdü. Karrada qazanılan qələbədə Romanın şərqə doğru hərəkətinə böyük zərbə oldu. Roma sərkərdəsi Antoninin əsas məqsədi şərq torpaqlarını ələ keçirib Makedoniyalı İskəndərin imperiyasına bənzər dövlət qurmaq idi. Eradan əvvəl 36-cı ildə yürüşə başlayan Antoni planını dəyişdi. O birbaşa Parfiyanın paytaxtı Ktesifon üzərinə getmədi. Kiçik Asiyadan Atropatenanın şimalına hücum etdi. Atropatena hökmdarının qış iqamətgahı Fraspa mühasirəyə alındı. Parfiya Atropatenanın birləşmiş əsas qüvvələri isə Romalıları Ktesifonda gözləyirdi. Fraspa uzun müddətli müdafiəyə hazır idi. Şəhərdə güclü qoşun və böyük ərzaq ehtiyatı vardı. Şəhərin mühasirəsi uzun çəkdi. Romalıların ardıcıl hücumları uğurla dəf edildi. Nəhayət, ağır itkilər verən Antoni geri çəkilmək qərarına gəldi. Fraspa ətrafında Romalılar xeyli döyüşçü itirdilər. Beləliklə, Romalıların əzəmətli şərq yürüşü fəlakətlə başa çatdı. Bu qələbədən sonra Parfiya ilə Atropatena arasında nifaq yarandı. Qənimət bölgüsü üstündə iki hökmdarın arası dəymişdi. Atropatena hökmdarı Parfiya hücumundan ehtiyat edərək Roma ilə yaxınlaşdı. Roma ilə yaxınlaşma Parfiyadan müdafiə olunmaq imkanı yaratdı. Həmçinin Kiçik Asiyadakı ərazilərdə Atropatenaya tabe edildi. Atropatena hökmdarının eynən Parfiyalılar kimi silahlanmış 16.000 süvarisi var idi. Atropatena hökmdarı Fərat sahilində idi. Romalılar Atropatenanın paytaxtından biri olan Fraspanı mühasirəyə almağa başlayanda hökmdar özü orada yox idi. Orada Mada, yəni Atropatena çarının uşaqları və arvadları qalmışdır. Eranın ilk illərində isə vəziyyət dəyişdi. Atropatena ilə Parfiya arasında ittifaq yenidən bərpa edildi. İki ölkə arasındakı münasibətlər nigah diplomatiyası ilə möhkəmləndirildi. Parfiyada baş verən üsyanda hökmdar öldürüldü. Hakimiyyətə isə Atropatena hökmdarının oğlu Artaban, 3-cü Artaban adı ilə dəvət edildi. Çünki o, ana tərəfdən Parfiya, Arşakilər sülaləsinə mənsub idi. Sasanilər tərəfindən süquta uğradılana qədər dövlət Artabanın varisləri tərəfindən idarə olunmuşdur. Din Atropatena və qonşu ərazilərdə zərdüştlük hakim din olmuşdur. Bu dinin ana xəttini bir-biri ilə daimi vuruşan iki qüvvənin mübarizəsi təşkil edirdi. Bunlardan biri Hörmüz, digəri isə Əhriməndir. Hörmüz xeyir, Əhrimən isə şər qüvvələri təmsil edirdi. Zərdüştün dini təlimində baş ilahi qüvvə hesab edilən Hörmüzdü od təmsil edir. Zərdüştlük dininə inananlar atəşgahlar tikir, orada od yandırır və bu odu qoruyub saxlayırdılar. Onlara görə həyatın əsasını su, od, torpaq və hava, külək təşkil edir. Bu dörd ünsür müqəddəs hesab edilirdi. Alimlər bu xüsusiyyətləri nəzərə alaraq Zərdüştlüyü təbiət dini də adlandırırlar. Zərdüştlük dinini təbliğ edən kahinlər maq adlanırdı. Maqlar xalqın başına gələn bütün müsibət və fəlakətləri qəddar ruhun, Əhrimənin fəaliyyəti ilə bağlayırdılar. Zərdüştlük dininin əsas kitabı Avestadır.
Zərdüştlük dininin əxlaq təlimi üç əsas xətt, xeyir düşüncə, xeyir söz və xeyir əməl üzərində qurulmuşdur. Bu dinin daşıyıcıları düz danışmalı, yalançılığa yol verməməli, zəhmət çəkməli, əkinçilik və maldarlıqla məşğul olmalı idi. Avestadan məlum olur ki, ticarət əlaqələri pul ilə deyil, mübadilə vasitəsilə həyata keçirilirdi. Avesta adına 1-ci Daranın Bisutu qayasında eradan əvvəl 6-cı yüzillikdə yazdırdığı kitabədə də rast gəlinir. Avestanın əsli dövrümüzdə olduğu kimi gəlib çatmamışdır. Rəvayətə görə Avesta aşılanmış 12.000 öküz dərsi üzərində qızıl suyu ilə yazılıbmış. Bu kitab Əhəmənilərin paytaxtlarından biri olan Persopolda saxlanılırdı. Makedoniyalı İskəndər tərəfindən Persopol alındıqdan sonra buradakı Əhəməni sarayı yandırıldı. Yanğın zamanı Avesta kitabı da məhv oldu. Hazırdakı Avesta Parfiya və Sasanilər dövründə yaddaşlarda qalmış və müxtəlif mənbələrdən toplanmış hissələrdən ibarətdir. 1771-ci ildə fransız alimi Anquetil Duperron Avestanı fransız dilinə tərcümə etmişdir. Tezliklə kitab bütün Avropada məşhurlaşmış və müxtəlif dillərə tərcümə olunmuşdur. Pul əvəzinə qoyun, at, öküz, qatır, dəvə və s. kimi heyvanlar istifadə olunurdu. Bu dövrdə maqlara, odu mühafizə edənlərə əmək haqqı məhsulla ödənilirdi. Zərdüşt təlimində fiziki tərbiyəyə, xüsusən idmana ciddi yer verilmişdir. Xəstələnmə, zəiflənmə əhrimənin əməlləri hesab olunurdu. Ona görə də əhrimənlə mübarizə aparmaq üçün sağlamlığa, təmizliyə, qüvvətli olmağa ciddi fikir verilirdi. Zərdüştlərin fikrincə sağlam bədən sağlam düşüncəyə malik ola bilər. Bu məqsədlə qədim dövrlərdə cıdır yarışları, ox atmaq, ov, çövkən, güləş və s. kimi yarışlar təşkil olunurdu. Avestada təlim-tərbiyəyə də böyük yer verilirdi. Avestadan nümunələr. Təhsil almaq məqsədi ilə yanınıza gələn şəxsin kim olmasından asılı olmayaraq onu qəbul edin və istədiyini ona öyrədin. Hər bir şəxs müəllim və tərbiyəçilər vasitəsilə elm öyrənməklə yanaşı, özünün sağlamlığına da ciddi fikir verməlidir. Yalnız bu yolla həmin şəxs yüksək rütbəyə çata bilər.